Bir xanımın həyat hekayəsini sizlərlə paylaşıram. Xanım səbəbsiz bədən ağrıları, baş ağrıları və eyni zamanda çökmüş əhval-ruhiyyə, stresli həyat tərzi ilə bağlı müraciət etmişdi. Qeyd elədiyim kimi, onun həyat hekayəsini dinləyəndə aydın oldu ki, sözün əsl mənasını özünü unudub, özünü arxa plana atan, daim başqaları üçün yetinməyə çalışan və eyni zamanda həddindən artıq fədakar olan bir xanımdır. Və seanslarda bunun fərqinə vardıqca ona belə bir ev tapşırığı verdim ki, özünə məktub yazsan necə bir məktub yazardın? Məqsədim də onun özü ilə üzləşməsi idi və xanım belə bir məktub yazdı, gətirdi. Mən bu məktubu sizlərə səsləndirirəm. Düşünürəm ki, bu çoxları üçün bəlkə də bir fərqindəlik qazandırmış olar. Məktubumuz belə adlanır: Özümdən üzr istəyirəm. Əziz mən, bu məktubu sənə uzun illər gecikmiş bir üzr üçün yazıram. Məni ən çox incidən insanların sözlərini bağışladım, amma səni hər dəfə tək qoydum. Hamının yükünü çiynimə götürdüm, amma sənin yorğunluğunu görməzdən gəldim. Səndən üzr istəyirəm. Səni başqalarının sevgisinə möhtac etdiyim üçün, öz dəyərini başqalarının münasibəti ilə ölçməyə icazə verdiyim üçün, səni olduğun kimi qəbul etmək əvəzinə daima dəyişdirməyə məcbur etdiyim üçün. Üzr istəyirəm ki, hər dəfə güclü olmağa çalışarkən ağlamaq istəyən qəlbini susturmuşam. Döz, keçəcək, özünü ələ al deyə hisslərini yaşamağa imkan verməmişəm. Üzr istəyirəm ki, aynaya baxanda ilk gördüyüm gözəlliklərin yox, qüsurların olub. Səni tərifləməyə əvəzinə ən sərt tənqidçin mən olmuşam. Üzr istəyirəm ki, səni çox sevilmək üçün həmişə daha çox çalışmağa məcbur etmişəm. Halbuki sən heç nəyi sübut etmədən də sevgiyə layiq idin. İndi anlayıram ki, sən sadəcə sevilmək, anlaşılmaq və dincəlmək istəyirdin. Mən isə səni yorğun bir qəlblə yaşamağa məcbur etmişəm. Bugündən sonra sənə söz verirəm, səni başqaları ilə müqayisə etməyəcəm. Uğursuzluqlarına görə səni cəzalandırmayacağam. Yorulanda dincəlməyinə, ağlayanda göz yaşlarını gizlətməməyinə, sevinəndə isə ürəkdən gülməyinə icazə verəcəyəm. Çünki nə qədər gec olsa da bir həqiqəti anladım. Sən bu həyat boyu çox şeyi itirə bilərsən və itirsən də yaşaya bilərsən, amma özünü itirsən, yaşamaq əzablı və mümkünsüz olur. Məni bağışla. İllərlə səni ən sonuncu yerə qoyduğum üçün və görməzdən gəldiyim üçün. İndi isə bugün, elə bu saat ilk dəfədir ki, səni seçirəm. Çox gözəl məktubdur. Düşünürəm ki, həqiqətən aranızda özündən üzr istəmək üçün səbəbi olan kəslər var və buyurun siz də öz həyat hekayənizi mənimlə bölüşə bilərsiniz. Sevərək mən bunu səsləndirərəm.